Dostlar, hər vaxtınız xeyir, necəsiz? Deyək ki, sizcə qədimdə qalalar hansı məqsədlə tikilirdi? Düşməndən müdafiə olmaq üçün. Müdafiə üçün. Buradan yazaq. Düşməndən müdafiə olmaq üçün. Şifahi sual cavabda, amma ola bilsin ki, sizdən öz fikirləriniz bir çox məqsədlərlə tikilir, amma ən çox düşmənin basqını zamanı ölkəni müdafiə etmək üçün xalq daha çox qalaların içinə sığınırdı. Bugünkü mövzunun mətnimizin adı qalalarımız. Azərbaycanda çoxlu qalalar var. Bu qalaların əksəriyyəti hündür qayalıqlarda, dağların zirvəsində salınıb. Düşmən təhlükəsi yaranan yurdun ahılları, qızları, gəlinləri, körpələri bu qalalarda qorunublar. Xalq arasında qalalar onların adları ilə bağlı müxtəlif əhvalatlar söylənilir. Deyilənə görə Nadir Şah Azərbaycanda hökmranlıq edən zaman Şəki əhalisi onun əmrlərinə tabe olmaq istəmir. Buna görə də Nadir Şah Şəkiyə böyük bir qoşun yeridir. Şəki xanı cəmaatı dağın başındakı qalaya yığır. Qoşun qalaya yaxınlaşmaq istəyəndə əhali onların başlarına çay daşları, qatran yağdırır. Nadir Şah qalanı bir neçə gün mühasirədə saxlaya bilir, lakin Şəki cəmaatı diz çöktürə bilmir. İşi belə görən şah qalaya yaxınlaşır və qəzəblə qışqırır. Bu qalanın sirri nədir? Necə qaladır ki, onu almaq olmur? Bu zaman qaladan gələn səs qayalarda əks səda verir. Gələrsən, görərsən. Deyilənə görə o vaxtdan bu qalaya gələrsən, görərsən adlanır. Azərbaycanın qeyri-adi qalalarından biri də Zaqatala rayonunda yerləşir. Bu qalanı tikmək üçün qalanı çapıb oyuq açıblar. Deməli, qayanı belə çapıb, içində oyuqlar açıblar. Vaxtilə bir çox sərkərdələr bu qalanı ələ keçirmək istəyirlərmiş. Rəvayətə görə Əmir Teymur qalaya hücum zamanı bura Pəri adlı qız başçılıq edirmiş. Pəri sərkərdənin güclü ordusu qarşısında xeyli müqavimət göstərir. Bu hadisədən sonra qalanı Pəri qalası adlandırmışlar. Başqa bir rəvayət də var. Deyilənə görə düşmən ordusu yaxınlaşanda kənd cəmaatı elin, gəlin və qızlarını bu qalada gizlədirmiş. Qalanın adı da elə bununla bağlı olmuş. Elin pərlərini, qızlarını gizlədən qara. Qalalar Azərbaycanda çox tarixi hadisələrin şahidi olub. Bu qalaların görkəmli tarixi şəxsiyyətlər yaşayıb. Tariximizi unutmamaq üçün qalalarımızı qorumalıyıq. Gəlin indi sualları bir-bir cavablayaq. Gələrsən görərsən qalası Zaqatala rayonunda yerləşir. Gələrsən görərsən harda yerləşir? Tapşırıq B yazaq. Səhv fikirdir. Qısa yazıram, səhvdir. Bir yazaq, şəkilçisində səhvdir. Zaqatalada yox. Yox, Şəkidə yerləşir. 2. Pəri qalasının başçısı mərd və cəsarətli xanım idi. Gəlin baxaq görək. Baxırıq ki, Pəri adlı qız başçılıq edirmiş. Belə bir fikir var. Deməli, bu doğrudur. İkinci suala keçək. Nadir Şah şəkillər təslim olmağa məcbur etdi. Bu səhv fikirdir. Səhv fikirdir. Mətndə də var ki, şəkillər təslim olunmur. Hətta şah qəzəblənir buna görə. Nadir Şah qəzəblənir.
Keçək 4-ə. Qalanın adının yaranması müəyyən əhvalatlarla bağlıdır. Bəli, doğrudur. Biz də mətnə görə görürük ki, mətndə nəsə bir hadisə baş verir. O hadisəyə əsasən o adlar verilir. 5. Qədimdə qalaların müdafiə məqsədilə istifadə olunurdu. Qədimdə qalalardan müdafiə məqsədi ilə istifadə olunurdu. Bəli, mətnimizin giriş hissəsində qız gəlinlər, körpələr qorunubdur. Yəni, burada bizdə nə üçün istifadə olunubdur? Müdafiə məqsədi ilə doğrudur. Keçək növbətisinə. Tapşırıq C. Deyir ki, mətnin giriş və sonunda verilən məhdudlar hansı qalaya aiddir? Cavabınızı əsaslandırın. Buradakı məlumatlar. Baxırıq ki, burada mətnin giriş və sonunda verilən məlumatlar, bu sonluqdur. Qalalar ümumi danışır, qalalardan danışılır. Burada da yenə qalalardan danışılır. Yəni, hər iki qaladan danışıldığı üçün biz doğru cavabı C variantı götürmüş olacağıq. Deyir ki, mətndəki məlumat və şəkillərdən istifadə etməklə qalaları təsvir edin. Biz birinci gələrsən, görərsən qalasından danışmışıq. İkinci Pəri qalasına. Bu Pəri qalasına bənzəyir. Dağın içində neynəmişdi? Baxın, fikir verin. Bu şəklə baxın, bir də zəhmət olmasa. Burada necə eləmişlər, tikmişdilər. Qayanı çapıb eləmişdilər. Pəri qalasıdır o. Birinci gəlib görərsən. Gələrsən, görərsən, adını düzgün yazaq. Gələrsən, görərsən. İkinci Pəri qalası. Keçirik tapşırıqdır. Keçmiş zamanda qalaların tikintisi göz önündə canlandırın. Bu zaman insanlar hansı çətinliklərlə üzləşə bilərdilər? Baxın, keçmişdə qala tikmək üçün, indi hal-hazırda binalar tikirlər. Bina tikməsi üçün bizim texniki vasitələrimiz var da, müəyyən maşınlarımız var ki, ağırlıq qaldırır. Amma o zaman ağırlıq qaldıran vasitələr yox imiş. Hər şey insanın fiziki gücü ilə həll olunurmuş. Və bu uzun bir müddətdə davam etdiyi üçün ağır imiş, çətin imiş. Yəni, indi bizim üçün o çox dəyərlidir də. Hansı çətinliklərlə, məsələn, bunun qarı var, qışı var, soyuğu var, istisi var. İnsanlar o cür hündürlüyə, o qədər ağır texnikanı, ağır əşyaları, belə deyək də, daşları qaldırmaq onlar üçün çox çətin imiş. İndi mən bu fikirlərimi qısa konkretləşdirib yazacağım. Deməli, keçmişdə belə qalalar tikmək üçün texniki vasitə, maşın, texnika yox idi. Nə daşları kəsmək üçün alət, nə də onları dağa qaldıran maşın yox idi. Hər şeyi əl arabasında, at və digər heyvanlarla daşıyırlarmış. Ona görə də bu qalalar bizim üçün çox qiymətlidir. Keçək dəftər. Bizdə A tapşırığında deyir ki, mətnə aid söz boğçasına uyğun gələn sözləri izahlar qarşısından yazın. Ağacın qabığında əmələ gələn bərk yapışqan maddə qatran. Dik qaya, yarğan, uçurum nə adlanır? Sıldırım. Məlumatlara hansı qalaya aid olduğunu müəyyən et. Gələrsən, görərsən qalasına aiddir, Pəri qalasına və hər ikisində. Adının yaranması ilə bağlı əhvalat danışılır. Yəni, hər ikisində adının yaranması ilə bağlı əhvalat danışılır. Ona görə 1-də 3 olacaq. 2. Zaqatala rayonunda Zaqatalada yerləşən Pəri qalasıdır. 2. Qala ilə əhvalatda tarixi şəxsiyyətin adı var. Tarixi şəxsiyyətin adı, hər ikisində tarixi şəxsiyyət adı səslənir. Bunda Əmir Teymur səslənir. Bunda kimin adı səslənir? Nadir Şahın adı səslənir. Şəki rayonunda yerləşən nədir? Gələrsən, görərsən. Şəki rayonunda yerləşən, gələrsən, görərsən.
Qalanın içində oyuqlar tikilibdir. Pəri qalasında. Dağın başında yerləşir. Dağın başında yerləşən, bax bu. Bu dağın içində yerləşir. Dağın başında yerləşir. Bu olacaq. Biri qeyd edirsiniz. Deyir ki, mətnin təşkilinə aid suallar yaz. Bax, birinci cümləmizdə əvvəlcə dağların zirvəsində salınıbdır. Niyə görə yüksək ərazilərdə qayalar salınır. Yüksək yerlərdə qayalar tikilirdi. Sual. Və yaxud da deyə bilərik ki, qayalardan nə məqsəddə istifadə olunurdu qayalardan? İstifadə olunurdu. Həm də yerləşmir. Burada yaza bilərsiniz. Əsas hissə aid sual verək. Əsas hissəmiz buradır. Hər iki qalaya aiddir. Bunu geniş yaradım. Nadir Şah niyə Şəkiyə qoşun yeritdi? Gələrsən, görərsən qalası. Adı necə yaranıb? Pəri qalası harada və necə tikilib? Adı necə yaranıb? Pəri qalasının adı necə yaranıb? Adı necə yaranıb? Sonluq. Qayaları qorumaq niyə vacibdir?